Əncir çox dadlı bir meyvədir. Lif, kalium, kalsium və antioksidantlarla zəngindir. Amma tibbi baxımdan bunu bilməyiniz vacibdir ki, bəzi insanlar üçün ehtiyatlı istifadə tövsiyə olunur. Gəlin sizlərlə birlikdə öyrənək bu şəxslər kimlərdir? Birinci qrup qan durulducu dərmanlar qəbul edən insanlar. Əncir K vitamini baxımından zəngindir və K vitamini qanın laxtalanmasına təsir edir. Bu da dərmanın təsir gücünü azalda bilər. İkinci qrup diabet xəstələri. Əncirin tərkibində təbii şəkər yüksəkdir. Glisemik indeksi orta səviyyədədir və qanda şəkəri daha tez qaldıra bilər, xüsusən də çox miqdarda yeyildikdə. Üçüncü qrup həzm sistemi həssas olan insanlar. Əncir çox liflidir və bağırsaq sindromu olanlarda şişkinlik, spazm və ishal yarada bilər. Dördüncü qrup lateks və ya bəzi meyvələrdə allergiyası olan insanlar. Əncir xüsusilə təzə olanı bəzi insanlarda allergik reaksiya yarada bilər. Bu nadir haldır, amma risk qrupu üçün qeyd etmək vacibdir. Bir şeyi dəqiq deyim. Bu qruplara aid olmaq o demək deyil ki, ənciri tamamilə unutmalısınız və yeməməlisiniz. Sadəcə həkimlə məsləhətləşib miqdarı düzgün müəyyən etmək lazımdır. Sağlam qidalanmada balans əsasdır. Əncir faydalıdır, amma hər bədən fərqli reaksiya verir.